Vaxtınız xeyir olsun. Deməli, mənzilimizin elektrik montajını tamamladıq. Yəni, səliqəli şəkildə işimiz davam edir. Deməli, bu xəttləri biz markirovkalamışıq. Yuxarıda niyə saxlamışıq? Bu divar beton olduğu üçün bu divar işlənsin. Ondan sonra yəni xəttləri salacaq aşağı. Burada bir sanuzel sanitar qovşağımız var. Yəni işimizin səliqəsi və keyfiyyəti görsənir. Zal studiyadır burada. Yəni zalın işıqlanması buradan olacaq. Bu mənzildə də rozetkalarla işıqlanma ayrı-ayrı avtomatlarla idarə olunacaq. Bura bizim mətbəximizdir. Mətbəximizdə birbaşa gəlir xaladelnik. Sonra qaz. Yəni qazda 7 kilovatlıq qaz olacağı üçün 6-lıq kabel vermişik. Yəni birbaşa şitdən gəlir. Sonra burada yenə güc rozetkası. Birbaşa addelini gəlir şitdən. Burada altda bir dənə qabyanımız olacaq. O da birbaşa gəlir. Burada yenə sök çəkənət çəkən üçün güc rozetkası. Və burada da penalımız olacaq. Yəni hər ikisi addelini gəlir şitdən. Burada da mebel işıqlarımızı vermişik. Mebel işıqları və mebel işıqları. Burada zalda TV'miz burada olacaq. Və rozetkalarımız. Və burada da mətbəxin işıqlanması buradan yanıb sönəcək. Yəni, mənzilimizin dizaynı gözəldir, maşallah olsun, Allah eviyyəsinə xeyir versin. Burada da paltar yuyan və paltar qurdan olacaq. Bunlar da birbaşa addelinə gəlir şitdən. Burada bir detskidir. Kravatı, gizlin ışığı və burada mebel işıqlanması. Bura bizim yataq otağımızdır. Yəni yataq otağının özünə aid olan sanuzel sanitar qovşağı var. Və qardırobu mənzilimiz. İşıqlanması içərdən yanacaq qardırobu. Burada deməli taxtımızın sağ, sol tumbuçkalarında işıqlanma olacaq. Yəni vavyem olacaq burada. Qapının ağzı ilə əlaqələnəcək. TV'miz olacaq burada. İşimizin səliqəsi görsənir, maşallah olsun. Və balkonumuzun işıqlanması burada olacaq. Burada kondisioner sistemi, multi sistemi olacaq. Birbaşa gəlib xəttimizi vermişik. Xəttimiz burada olacaq. Və kombinin xətti burada. Detektorun xətti gəlib ora. İşıqlanmamız. O da kondisioner üçün birbaşa addelini gəlib şitdən. Bu qədər. Allah eviyyəsinə xeyir versin. Olmayanlara da qismət eləsin inşallah.